Üçüncü müqayisə. Ən doğru yola yönəldən kimdir? Məsələn, Quran ən doğru yola yönəldirmi? İsra surəsinin 9-cu ayəsində Allah subhanahu ve teala buyurur: "İnna hazal Quran yahdi lillati hiya aqwam." Elə burada yazılır səhifənin arasında. Həqiqətən bu kitab, bu Quran ən doğru yola yönəldir. Ən düzgün yola yönəldir Quran. Əgər Quran ən düzgün yola yönəldirsə də, ona gərək imamətdə Əhl-i Beytdən düzgün yola yönəlsin. Bunun ayəsi nədir bəs? Ənbiya surəsinin 73-cü ayəsində Allah subhanahu ve teala buyurur: "Və cealna əimmətən", biz imamlarda qərar vermişik ki, imamlar yahduna bi əmrina, bizim əmrimizlə hidayət edərlər. Əgər sıxıntıya düşsələr, misal elə bir sualı versələr ki, o bilməsin, çətinliyə düşsün,